Salam, hər vaxtınız xeyir olsun, əziz müəllimlərim. Necəsiz? Hər birinizi salamlayıram. Məndir. Bu Qədirlə Akifin sualı yaman uzandı. Onu dedim çəkim bir. Deyir ki, Akif və Qədirin satdıqları limonların sayı uyğun olaraqdan, bax, bir dəqiqə qoyum qələmi yandırım. Uyğun olaraqdan bu Akifin satdığı limonların sayıdır. Bu isə bu da Qədirin satdığı. Hesabat vaxtı məlum olur ki, Qədir Akifdən 5 dənə artıq limon satıb. Tənliyi qurursunuz. Yəni Qədir Akifdən satdığına görə yazıram ki, 2 dənə x-in kvadratı çıxılsın 3x çıxaq 2 bərabər olur. Akifdən nə qədər çox satıbdı? 5 dənə. Yəni x kvadratı üzərinə gərək 4x üzərinə gəlsin 5 və 5 dənə də artıq satıbdı. Yəni plus 5 dənə də artıq satıb. Sadəcə bu tənliyi həll eləyəcəksiniz. Olacaq x-in kvadratı üzərinə gəlsin x minus 12 bərabərdir 0-a. Tənliyin köklərinin hasili mənfi 12-yə, cəmi isə mənfi 1-ə bərabərdir. 3 ilə mənfi 4-dür. Qədirin və Akifin birlikdə satdığı limonları deyirsə, bu limonların sayı ilə bu limonların sayını toplayın ümumilikdə. Və yaxud da qoyub yerinə də hesablaya bilərsiniz. Yəni o şəkildə də hesablaya bilərsiniz. Toplasaz ümumilikdə gözəl müəllimlərim olacaq 3x-in kvadratı çıxaq 7x plus 3 dənə nə satıblar? Limon satıblar və gətirib yerinə nə deyir ki, qoysaz birini yerinə qoysaz fərqi yoxdur bir kökünü. Deməli, x-in yerinə 3 qoysaz 27 çıxaq 21 üzərinə görə 3 cavab olacaq 9. Bir də gətirib mənfi 4 qoyub hesablayır. Hansı ola bilər də? Cavablarda 9 olmadığına görə bir də götürüb gətirib yerinə qoyacaqsınız. Mənfi 4-ü qoyacaqsınız. 3 vurulsun mənfi 4-ün kvadratı çıxılsın 7 vurulsun. Buradan da elə bir yerinə qoyursunuz. Mənfi 4 üzərinə gəlsin 3 cavab edir 79. Yəni hansı ola bilər deyir, 79 ola bilər. Bu qədər. Növbəti videolarda, növbəti dərslərdə görüşərik inşallah.